Hörmətli rəhbərlik, dəyərli qonaqlar, əziz həmkarlar, sizi Sokar Neftqaz Tikinti Trestinin əməkdaşları arasında keçirilən mini futbol turniri 2026-nın final oyunu münasibəti ilə salamlayır və hər birinizi xoş gəlmisiniz deyirəm. Bu turnir əməkdaşlarımız arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, kollektiv daxilində dostluq münasibətlərinin möhkəmləndirilməsi və komanda ruhunun inkişaf edilməsi məqsədi ilə təşkil olunmuşdur. Turnirdə ümumilikdə 12 komanda iştirak etmiş, komandalar 2 qrup üzrə mübarizə aparmışlar. Qrup mərhələsində ən yaxşı nəticə göstərən komandalar yarım final mərhələsinə yüksəlmiş, gərgin və maraqlı qarşılaşmaların nəticəsində isə 2 komanda finala vəsqə qazanmışdı. O 2 komandanın adına bir qədər sonra özüm səsləndirəcəm, özüm bir qədər burada saxlamaq istədim. Bugün qarşıda bizi turnirin ən vacib və həyəcanlı oyunu gözləyir, final oyunu gözləyir. Final görüşü yalnız çempionu müəyyən etmək deyil, həm də turnir ərzində nümayiş etdirilən zəhmətin, əzmkarlığın və komanda ruhunun yekun qiymətləndirməsi olacaqdır. İnanır ki, final oyunu yüksək idman mübarizəsi, qarşılıqlı hörmət və ədalətli rəqabət şəraitində keçəcək, iştirakçılar isə bizə gözəl futbol bayramı yaşadacaqlar. Fürsətdən istifadə edərək turnirin təşkilində əmək olan rəhbərliyə, Həmkarlar İttifaqı Komitəsinə, hakimlərə, təşkilatçılara və bütün iştirakçılara təşəkkürümüzü bildiririk. Hər iki komandaya uğurlar arzuyur, final görüşünə maraqlı və final görüşünün yadda qalan keçəcəyinə əminliyimizi ifadə edirik. Beləliklə, Sokar Neftqaz Tikinti Trestinin mini futbol turniri 2026-nın final görüşünü açıq elan edir və komandaları bir qədər sonra meydana dəvət edəcəyik. Amma sizin alqışlarınızla. İlk öncə Azərbaycan Respublikasının himnisi səslənəcək. Bəli, o gözəl, o möhtəşəm himnimiz səsləndi. Bəli, indi isə vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə də şəfa diləyirik.
qədər komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Deyirəm, maraqlı və məhsuldar bir oyuna şahid olacaq. Bir tərəfdə 6 saylı tikinti quraşdırma bölümü, digər tərəfdə isə ixtisaslaşdırılmış dəmir tikinti bölümü yer alır. İki qapıya ilk zərbə idi. Bu final oyunudur. Bir daha qeyd edirəm, 12 komanda iştirak ilə start götürmüşdü bu turnir. Bugün finaldır. Yəni finalda qələbə kimdən yana olacaq? Bəli, Sokarın daxili turniridir. Sokar, eftikası tikinti. Daxili turniri. Qapıya doğru çevirilər, zərbə cəhdi alınmadı. İndi Səxavətlə əksəmlə başlaya bilər. Səxavət bir rəqibinə yayındı. Ondan sonra top meydan tərk edir, özünü çatdıra bilmədi. Fərid səmti dəyişmək istədi. Müdaxilə var idi. Mərkəzli deyə burada durmuşam. İlk zərbə idi. Bu top qapıdan keçir. Hesab açılır. 1-0. Mahmud Əsədli Qoşda tilsimi qırdı, qapının kilidini açdı. 1-0 oldu. Artıq ixtisaslaşdırılmış dəmir tikinti bölümü hesabda öndədir. Görəyindi 6 saylının rəqibə cavabı olacaqmı? Az ki bir daha qeyd edirəm, Mahmud Əsədli Qoşda tilsimi qıran oyuncu oldu, qapının kilidini açdı. Qapçın biz əmləsini izləyəcək, endirilən zərbə. Top qapının üzərinə meydan tərk edir. Qapıdan zərbə. Teymur Yadigarov Səxavətlə oynadı. Mərkəzə doğru ötürməyə. Burada bir blok gəldi. Səxavət, Sənan Abdiyev, Sənani çevirmək istədi, endirilən zərbə. Daxilə var idi, orada keçid verilmədi. Cavab ateşi idi bu. Hədəl təmsilçisi korneri işarə edir. Küncdən zərbə. Fuat topu komanda yolaşı üçün buraxdı. Məhz. İndi out yerinə yetirilməlidir. Mahmud Əsədli meydandakı yeganə qolun müəllifi və kapitanı düşündü. Salımov. Out yerinə yetirilməlidir. Parliyə doğru ötürməyə. Əsədli çevirdi. Arasalımov zərbə indirə bilmədi. Əksəmlə isə göstərirsə Sənan Abdiyev. Komanda yoldaşının ön istiqamətində Fuat zərbə. Qapçının müdaxiləsi var. Keçid yoxdur dedi. Anar Fərzəliyev. Qapısını qola bağladı rəqibə. Keçid vermiş. Bu demək olar ki 6 saylının ötən dəqiqələr ərzində qeyd alınan ən real qol epizodu idi. Sənan Abdiyev yerə salmağı bacardı ötürmə. Daha bir cəhd. Anar Fərzəliyev hələ ki rəqiblərinə keçid vermir. Hələ ki qapısını toxunmaz saxlamağı bacar ötən dəqiqələr ərzində. Orada Əsədli Mahmudun təzyiqi vardı. Sənan Abdiyev Mahmudla mübarizə aparır. Ara girən oyuncu var. Bir ötürmək istəyir Fuat. Sol ayaqla endirilən zərbə. Kifayət qədər təhlükəli əmlə idi. At yerinə yetiriləcək. Ədalət təmsilçisinin qərarı bu yöndədir.
Səxavət, Sənan Abdiyev. Təzyiq var ona qarşı Sənani. Topunda qaldığı üçün referi davam edir. Qayda pozulub. Sakin, sakin. Arkaya Tomru. Hakim var. Tomru, arka. Torğun Nuriyev qaydanı pozmuşdu. Ben kaldıram, ben. Ben kalacağım burada. Ol. Aslan Fətəliyevin ötürməsi vana çatmadı. Uzaq məsafədən zərbə. Mahmud Əsədli. Bu səfər uzaq məsafədən yoxladı, amma nəticə hasil olmadı. Sənan Abdiyev 6 sayılın yeni əmləsi qurulacaq. Bir ötürməsi Fuad. Fuad Baxışov ardıram edə bilmir. Bir ötürməsi Mahmud Əsədli. Rəqibini yaymaq istəyirdi, müdaxilə gəldi, blok gəldi. Aras Salamov. Fuad. Bir qədər ötürmələrdə səhvə yol verdilər. Sənan Abdiyev burada rəqibini qabaqlama bacardı. Yəni, ram edə bilmədi. Mahmud Əsədli tələsdi burada zərbə indirməyə. Temur Yadigarov, Sənan Abdiyev. Qarşısına oyuncu var Abdiyev. Yaqala doğru çevirmək istədi Səxavət. Artıq top meydan tərk etmişdi dəllə təmsilçi. Görürlər şey, onun gözündən yayınmadı. Aras Salamov. Kapitan ötürməsiydi bu diaqonala doğru. Fərid Quliyev. Hazır değildi bu zərbəyə. Abdiyev, Səxavət Babayev. Cəhd etsə də topu meydanda saxlaya bilmir. Out. Mahmud Əsədli. Arazlı oynadı. Talıbov. Söndü zərbə indirdi. Bir qədər kör nöqtə idi. Yönəldə bilmədi. Sənan Abdiyevlə əksəmlə. Sənani bir rəqibinə yayma bacardı Abdiyev. Bunun önünü kəsmək istədilər. Fuad. Ard-arda əmlələr. Orada qapısını sığortalama bacardılar. Amma 6 saylayanın bu cəhdinə görə hazır keşlər bir qədər həvəsləndilər. Almışlar. Komandalarına dəstəyini göstərdilər. Out. Torun Nuriyev. Qaçıl oynadı Anar Fərzəliyev. Fuadın müdaxiləsi var idi. Aras Salamov. Yüksəlik qazanı top Abdiyev. Qarşılıqlı mübarizə izləyirik. Sənan Abdiyev. Müdaxilə gəldi. Anarın ötürməsi idi bu Səxavət Babayev. Və nəzər satırım ki, komandalar qurum mərhələsində artıq üzləşiblər. Və min görüşdə 6 sayılı qələbə qazanıb. Hətta 4-5 fərq olub top arasında. Amma hazırda ixtisaslaşdırılmış təmir tikinti bölümü İTTB məhz öndə olan tərəfdə minimal hesablanmalar üstünlüyü var. Görüşün ilk dəqiqəsində biz Mahmud Əsədin ifasında qolu izlədik. Mahmud Əsədə mani olmağa bacardılar. Teymurdan keçid yoxdur, out. Hesab 1-0'dır bir daha qeyd edirəm. İTTB məhz minimal hesablı öndədir. 6 sayılı önündə. Sənan Abdiyev dəqiqələr ərzində 6 sayılı adına gözə ən çox çarpan meydanda ən yaxşı mübarizə aparan oyunculardan biri odur. Səxavət Babayev bir qədər göz gəzdirdi. Ötürmə yaxşı alında Fuad. Bambarlı siyasının onun adı var. Top ələ keçirməyə bacardı. Əlacıyev top ələ keçirmişdi. Mahmudlu, daha doğrusu Mahmud Əsədli. Mahmud uzaq məsafədən zərbə, bir blok gəldi. Aslan Fətəliyev. Son toxunuş ondan.
İTTB adına korner izləyək. Ötürmək istəyir orada. Son müdaxilə Süleymanovdan. Mahmud Əsədli zərbə indirə bilmir. Topunu deyərək meydanı tərk edir. Odur ki, qapıdan zərbə. Səxavət Babayev. Tələsmə, Ali. Bravo, Ali. Bravo, Ali. Mahmud. Fərdə çatmadı Əlacıyev. Əli, orada bir müdaxilə var idi. Qarşılıqlı mübarizə izlədik. Səxavət Babayev. Babayev. Onun qarşı kəsildi. Bir rəqiblə yayınsa da ardı gəlmir. Alt izləyək, ötürmək istəyir. Anar, Səxavət. Bir qədər kör təbii zərbə izlədik sanki. Səxavət yorğunluğunu ifadə edir. Bir qədər dincil almaq istəyir. Texniki zona yolandı. Əvəzini komanda yolaşı artıq meydandadır. Telman Ramazanov. Səxavəti əvəzləri görüb əvəz etmənin komandaya faydası olacaqmı? Anar bir rəqibindən səhvim üzəldim. Sənan Abdiyevli bir rəqiblə yayındı. Daha sonra onun qarşısı kəsildi. Sokarın Nefqaz tikinti təmir Trestinin mini çempionat, mini futbol turnirinin finalıdır bu. Bir daha qeyd edirəm. Və finalda biz ixtisaslaşdırılmış təmir tikinti bölümünü, İTTB-ni, onun qarşısında isə 6 saylı tikinti quraşdırma bölümünü görürük. İTTB-nin minimal hesablı üstünlüyü var görüşdə bir daha qeyd edim. 6 saylı önündə Mahmud Əsədli meydandakı yeganə qolun müəllifidir. Anar sən elə, sinəmə elə Anar. Sinə elə. Anar Fərzəliyev. Mahmud çevirmək istədi. Əsədli ona mane olma bacardılar. İkrar bir əmlə var idi Mahmuddan. Təksən, Fərid. Sənan Abdiyev. Elin təzik var, Sənani. Abdiyev görə nə edəcək? Səmti dəyişdi. Fuat. Uzaq məsafədən sərbə. Fuat Baxışov idi bu. Hələ ki 6 sayılı tilsimi qıra bilmir. Mahmud Əsədli fərqi ki yüksətmək istəyirlər. Mahmud aşırtma sağ ayağı. Bir zərbə izlədik. Sənə iki balmadı. Top bir xeyli qapının üzərinə meydanı tərk etmişdi. Səxavət yenə də meydana qayıdıb Babayev. Diaqalına doğru ötürmə. İnvana çatdı Telman. Anar top əlinə buraxdı və hesab bərabərləşir. Telman Ramazanov. Sınıf başı üzərinə topu qapıya göndərməyə bacardı. Anar bir qədər inamsız oynadı. Artıq qarşılı gol var. Kartlar yenidən paylanacaq meydanda 1-1. İTTB 1. Altı sayılı 1. Səxavət, Sənan Abdiyev. Və bu gol komandaya bir qədər inam özgüvən gətirəcəyimi, bərabərlik qolu digər qollara stimulin plus verəcəyimi. Səxavət Babayev. Nəsiz qoldan sonra da hissəyə görürəm 6 saylı təmir tikinti bölümünü. Daha doğrusu 6 saylı tikinti quraşdırma bölümünü. Telman Məs bərabəri qolun müəllif olmuşdu. İndi korner o yerinə itirəcək. Hesab 1-1-dir bir daha qeyd edirəm. Babayev sonunda qapısının müdaxiləsi var idi.
Babayev yüksəldi, baş zərbəsi endirdi. Amma Fərzəliyev hesabın dəyişməsinə imkan vermədi. Ədalət həmsə 6 işarə edir. Elman Ramazanov. Ötürmə. Bir qədər səliqəsi almışdı. Mahmud Əsədli qapçının bir qədər ön istiqamətdə olduğunu gördü. Messi uzaq məsafədən zərbə endirmək istədi, amma düşündü kim istədi, kim alınmır. Babayev səmti dəyişdi, Sənan Avdiyev. Artıq bir qədər Sənada sanki yorğunluq hiss olur, amma indi səhvini düzəldir. Avdiyev. Səxavət Babayev. Temur Yadigarov. Yenə Babayev sanki bir qədər də rəqimin təzyiqini gözləyir. Diagonal doğru ötürməz. Sənani. Devam edə bilmədi. Mahmud Əsədli. Mahmud. Fuat Baxışov. Gizlətdi topu Fuat. Son anda Toğrul Nuriyevdən bir müdaxilə gəlmişdi. Burada Mahmuda mane oldular, amma ədalət təmsilçisi davam dedi. Araz. Mahmud. Telman rəqibinə yayındı. Topunda qaldığı üçün ədalət təmsilçisi davam etmişdi. İndi üstün etdiyi üçün Messindi 11 zərbəsi qeyd alınır. Yerində yenə yetirilir. Əlaciyev. Çinə doğru ötürmə Babayev. Telman Ramazanov. Yadigarovla oynadı. Bir qədər sanki topu özlərində saxlayıb rəqibin təzyiq etməsini gözləyirlər ki, müdafiədə də bir boşluq yaransın. Orada bir aldac cəmlə Fuat. Yayındı rəqibinə Fuat. Vaxt qədər təhlükəli həmlə idi. Amma nəticə hasil olmadı. Bir anlıq hər kəsi intizarda saxladı Fuat Baxışov. Səxavət Babayev. Turmada səhvə yol verdilər. Endirilən zərbə. Yadigarov səhvini düzəldir sanki. Fərid Quliyevin zərbəsi idi bu. Yadigarov keçid vermədi. Mahmud Əsədli yarımçıq qalan əmləyini tamamlamaq istəyir. Korner. Onlar adına yerinə yetirilir. Uzaq məsafədə endirilən zərbə. Ceyhunət Sənov. Topu dəyişin, topu dəyişin. 10 versin bura. Topu dəyişin. Doldur. Var. 1, Yadigarov. 2. Səxavət. Oyna. Refer davam dedi. Mahmud Əsədli. Mahmud. Dirəyə dəydi. Aslan Fətəliyev. Aras Talıbov. Sokar Neftkals. İkinci tresti. Daxili mini futbol turniri finalı mübarizəsinə şahidik. Hesab 1-1'dir. Artıq ilk hissədə də vaxt tükənir. Görək fasilətin özü hesabda dəyişiklik olacaqmı, yoxsa komandalar bərabər şəkildə sülh bağlayaraq ilk hissəni bitirəcəklər. Orada qapçının müdaxiləsi sonrası Fərdin də bir müdaxiləsi var idi. Sənan Avdiyev özü də zərbə endirə bilər. Sənani Avdiyev bizi yoxladı. Anar Fərzəliyev keçid vermədi. Mahmud oyna. Demək olar ki, qapçıdan savayı, altın sayılardan qapçıdan savayı hər kəs meydan rəqabət olmaq hissəsindədir. Zərmə meydansa səndəvərində son üçün mövqü tutmuşdu, dəyərləndirə bilmədilər. Mahmud Əsədli bir rəqibinə yayınır. Burada bir müdaxilə vardı bu. Sənan Avdiyevdir. Bir qədər əvvəl zərməni indirən oyuncu Mahmud Əsədliyə mane olmağı bacardı. Bu dəqiqələrdə bir qədər artıb sanki. Bir qədər oyun qızışıb.
Fasilə qədər daha doğrusu. Asya tərəf önə keçmək istəyir, belə görünür. Torul Nuriyevin uzaq məsafədən zərbəsi alınmadı. Bu arada son dəqiqə oynanılır ilk hissədə. Vaxt tükənir artıq. Son epizodlarda, son cəhətlərdir. Top etkisi Mahmud. Mahmud və gol! Mahmud Əsədi dublunu rəsmiləşdirir komandasının və özünün ikinci qolu. Görək, onun bu qolları bugün komandasına çempionluq yaşadacaqdır. Ondan sonra Ədalət təmsil iki hissəni bitirir. Elçin Alimov fasilədən sonra yenidən bir yerdəyik. Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci də yenidən bir yerdəyik. Bir də qeyd edək, Sokar, Neftiqaz tikinti, Tresi, daxili mini futbol turnirinin finalıdır. Məhz finalda biz iki komandanı üzrə görürük. 6 sayılı tikinti quraşdırma bölümünü və ixtisaslaşmış təmir tikinti bölümünü. Hesab isə 1-1'di final oyununda. Hesabı, daha doğrusu 2-1'di səhvimi düzəldi. Mahmud Əsədli görüşdə hesabı açmışdı. Daha sonra biz Temar Ramazanovla bərabərlik golunu izlədik. İlk hissənin son dəqiqəsində də Mahmud Əsədli dublunu rəsmiləşdirərək komandasını yenidən önə keçirdi. Bir ikinci də bizi nə gözləyir? Təhlükəsiz məqamlardan biri də fasil edilən məşvərət söhbətdir ki, ikinci necə yansıyacaq, yaxşı hesabdan necə əksini tapacaq, 6 sayıdan geri dönüş comeback mi izləyəcək, yoxsa İTTP fərqini bir qədər dəmə artıracaq. Finalda onlar çempionluğa bir adım daha yaxın görünür. Bu arada Sənan Abdiyev bir yerdə qaldı. Ədalət təmsil qayda pozisiyonu qeydə alır. Çox təhlükəli bir nöqtədən standartlı vəziyyət. Orada Sənani ilə Səxavət Babayev arasında bir söhbət var. Bir zərbəni kimi yeniləcək bir ev tapşırığına da bənzəyir. Anar Fərzəliyev canlı səd, 2 nəfərdən ibarət canlı səd qurdu önündə. Abdiyev özü zərər çəkən özü zərbəni yerinə yetirə bilər. Həmçinin ötürmə də ola bilər. Abdiyev canlı səddə dəydi. Hesab 2-1'dir. TTP əsaslaşmış təmir tikinti bölümü 2-1 hesabı önündədir. 6 sayılı tikinti quraşdırma bölümü önündə. Mahmud Əsədli Mobiledi vaxtında 2 gol var. Digər tərəfdə isə Telman. Bəli. Sokarın Sokar Neftiqaz tikinti tresində final oynadı. Daxili mini futbol turnirində final qarşılaşmasıdır. Və ikincisi bir yerdək. Aras Talibov TTP'nin kapitanı ötürmək istəyib. Bravo Aras. Aras geç sen. Onlar Salmanov'da müdaxilə qalmışdı. Mahmud Əsədli Araz. Talibov çevirmək istədi. Temur Yadigarov. Yerində də Abdiyev. Bir qədər ona mane oldular. Abdiyev xət boyunca irələdi. Alt onlarındır. Abdiyev göz gəzirdi. Görə kiminlə oynayacaq? Baxışov axtarır sanki. Salmanov. Orada Mahmud araya girmək istədi Fərid. Mahmud Əsədli bir qədər ayaq saxladı. Komandaşlarının gəlməsini gözlədi. Araz. Talibovun uzaqdan zərbəsi Topqapının üzərinə meydan tərk edir. Çərçivəyə düşmək mümkün olmadı. Temar Ramazanov. Meydan rəqibət olmasasında 2 komandaş var. Onlardan birini düşündü. Məhz Fuad Baxışovun düşünsədi. Alamadı Mahmud Əsədli. Telman özü sipər edir. Gövdəsi ilə zərbəni qarşısını kəsir.
Səxavət Babayev. Komandanın ən təcrübəli, inamlı oyunçularından biridir Babayev. Hər zaman göstərdiyi inamlı mübarizə ilə təhlükəni meydanda. Abdiyev zərbə, dirəyə dəydi. Onun bir adamlığında bərabərlik onlar çox yaxınlaşır. 6 sayılı. Məsələn, Abdiyevin yuxarısında amma nəticə hasil olmadı. Səxavət Babayev yeniden 6 sayılı nəməsini seçir bu dəqiqələrdə. Təşəbbüsələ keçirməyə bacarıblar. Abdiyev. Burada bir qədər Rahmetmədə sətirlik çəkmişdi Abdiyev. Arazdan yana bilmədi. Sokar. Neftkaz tikinti. Tresin daxilində stadionda biz Sokar Neftkaz tikinti Tresi daxili mini futbol turnirinin finalıdır. Bir daha da qeyd edək. At yeni itirməlidir Telman Ramazanov. Komandaşlarının mövqe tutmasını istədi. Ötürmə qapçı yanından al. Əksəmlə Mahmud Əsədli bir qədər ayaq saxladı indi. Hələ hərəkətlənmişdi Mahmud Əsədli. Bir anlıq hər kəsin intizarda saxladı amma nəticə hasil olmadı. Səxavət Babayev. Yəqana doğru ötürmə keçmədi Mahmud. Burada rəqibindən yayına bilmiş Anar Salmanov. Keçid vermədi. Səxavət Babayev, Fuad Baxışov. Fuadın zərbəsi son anda Anar Fərzəliyevin müdaxiləsi və korner. Ötürmə Səxavət. Orada Fərid rəqimdə mane olma bacardı Fərid. Sənanı bir qədər ləngidir rəqibini. Mahmud Əsədli və korner. Köşdən zərbəni izləyəcək. Belə, dələ təmsil mənimlə fikirdir. Fərid topun arxasına yollanır. İndi cərmə meydançası səndəbərində də bir neçə oyuncu eyni adlı komandada mövqe tutacaqlar. Görək bu korneri, bu duran top şansını necə dəyərləndirəcək? Arız Salıbov. Əli Hacıyev. Torul Nuriyev. Nuriyevin zərbəsi blok gəldi. Out. Nuriyev. Qapqarsını asma edə bilər. Salmanov. Müdaxilə etməyə bacarmışdı Mahmud Əsədli. Qayda pozulub. Ədalət təmsilçisi qayda pozuntusu qeydə alır. Mahmud Əsədli yerdə qalıb. Ayağa bir müdaxilə vardı. İndi də ayağa bir zədəsi yoxdur. Komandasının ən vacib oyunculardan biri və yaxud eləməsi birincisi adlandırmalı. Həmçinin qeyd edim ki, finalın hələ 2 ötən dəqiqələr ərzində məhsuldar ən sərrast oyuncudur Mahmud Əsədli. Məsələ zərər çəkən topu öz arxasındadır. Sərbəni o yerinə yetirəcək. 3 nəfərinə ibarət Canlı Səd var. Canlı Sədi yarımaq mümkün olmadı. Sənan Abdiyev. Əksəmlə Sənani. Torul Nuriyev rəqibi qarşısını kəsir. İkincisi də daha hərəkətli, daha sürətli oyun şahidik. Sokarın tresidir. Bir daha qeyd edək. Sokar, Neftkaz ikinci tresi. Daxili mini futbol turniri final oynadım. İhtisaslaşdırılmış təmir tikinti bölümü meydanın sağ tərəfdə yaşıl formada, sol tərəfdə isə 6 sayılı tikinti quraşdırma bölümü mövqe tutub qırmızı geyimdə. İTTB 2-1 hesabı ilə öndədir. 6 sayılı önündə. Sənan Abdiyev və burada mane olma bacarılar. Əlaziyev müdaxiləsi var idi. Deferi davam dedi. Mahmud Əsədli. Mahmudun ötürməsi Əlaziyev. Yenə Mahmuda qaytardı və gol! Mahmud Əsədli. Əsədli etiraf edir. Komandasının bölsünün 3-cü qolu. Orada Əlazievin vara baxılacaq. Qardaşım, sizin var, baxın orada. Onu yapalım mı?
İtalya təmsilçisi vara vaxtından sonra 12 dəqiqə. 12 dakika. qərarını dəyişdi. Qol ləğv olundu. Hesab dəyişmir 2-1 olaraq qalır. Sənan Abiyev 2-1 olaraq qaldı hesab, 2-1 olaraq qalır. Aslında 3-cü vurulan qol ləğv olundu. Vara baxıldıqdan sonra bir qədər əvvəlki epizodda Səğvətlə Əli arasındakı mübarizədə Əli qaydanı pozmuşdu dedi. Refer məhz vurulan 3-cü qol ləğv edir. Cərimə zərbəsi standart vəziyyət həmin nöqtədən yerinə yetirildi. Fuad Baxışov təzyiq var idi. Mahmud Əsədli Əli Hacıyev Babayev uzaqlaşdırdı. Yadigarov Torun Nuriyev Anar Fərzəliyev Fuad Baxışov Fuad Abdiyev yaxşı gizlətdi Abdiyev Qəribə keçmədi Anar Fərzəliyev birə-birdən keçid yoxdur dedi Mahmud Araza doğru Tağlabov Səğvət Babayev səhvə yol verdi Aras Temur Yadigarov Yer qapısıyam cavab verir sanki Aradakı epizod və duelloların qalib tərəfi Kipeklərdir. Nuriyev Babayev Fuad Baxışov Torun Nuriyev yaydı bir rəqimdən ayaq saxladı Nuriyev boş idi bir qədər mərkəzə çəkildi özü topla irələdi Nuriyev Torun Nuriyev Rejissorlar da bizə yaxın kadrda Nuriyevi göstərir. Bir qədər əvvəl onların qolu ləğv olmuşdu. Olmasın bolsun dedilər. Sanki 3-1 oldu. TTB artıq 3-1 hesabı ilə öndədir. Fərq 2 yüksəlir. At yerinə itiriləcək Səğavət Babayev. Termal oynadı Babayev. Zərbə qapı itirim. Anarın da bir toxunuşu var idi. Referinin qərarı bu yöndədir. Bu dəqiqələrdə qol onlara hava su kimi lazımdır. Ramazanov. Babayev. Fuad Baxışov. Baxışov zərbə. Anar Fərzəliyev. Yine divləşir qapısında. Fuad Temur Yadigarov Aslan Fətəliyevin ötürməsi Fuad Baxışov sol ayaqla zərbə Aras Salıbov Bəli, kifayət qədər yetərsə hazır küçüləsdə bu görüşü canlı olaraq izləyir Baxışov Arasın orada təzyiqi var Fuad yıxılmadı ayaqda qaldı Yadigarov bir qədər ötürmədi Səliqəsiz oynamışlar Teymur Aslan Fətəliyev burada Səxavətin qarşısını kəsdilər Sənan Abdiyev Abdiyev Fərquliyev Toğrul Nuriyev Mahmud Əsədli Mahmud çevirə bilmədi dəqiqələrdə temp bir qədər də artıb
Fuad Bakışov bitirmədə səhvə yol verdi. Nuriyev uzaq məsafədən zərbə. Bu arada bir dəqiqəlik time-out olacaq. Arda bir qədər kör təbəmlələr izlədik. Time-out. 6 Salim. İkinci quraşdırma bölümündən gəldi. Oyundan sonra isə təqdim etmək hissəsində bir yerdə olacaq. Bunu xatırlatmasını edib. Yenigenler biz hoş gördük. Hesabı 3-1'dir. TTP 3-1 hesabıyla önündedir. 6 sayılı önünde. Kaptan Serban bərpa olunacaq. Yadgarov, Telma Ramazanov bir qədər oyuncular dizlərini aldılar. Ve time-out kimin üçün yararlı? Olacaq Səxavət Babayev orada rəm edə bilmədi. Mahmud Əsədi. Mahmudun sərbəsi də sonuna qapısının müdaxiləsi. Mahmudun sərbəsi keçmədi. Araz. Qayda pozulub, Araz Salbova qarşı qayda pozulub. Telma Ramazanov qaydanı pozub. Mahmud Əsədlə birbaşa qapını düşünə bilər. İki dəfə də barə canlı sədiq oldu. Mərkəzi yaxın bir nöqtədə. Canlı sədiq deyib. Top out. Qaymatdan sonra sanki tem bir qədər aşağı inib. Aslan Fətəliyev. Yadigarov. Sənan Abdiyev. Abdiyev rəqib ayaqları arasına atır topu. Abdiyev topla irələdi. Abdiyev yerdə qalır, əldə cibə getdi, vərəq olacaq. Toğrul Nuriyev. Sarı vərəqi görə bilər. Bu görüşdəki ilk rəsmi xəbərdarlıq. Standart vəziyyət izləyək. Səxavət Babayev topun arxasında 2 nəfərdən ibarət canlı səd kifayət qədər təhlükəli bir nöqtədə görəyim. İmkanı necə yenə etiraz elə Babayev ötürmə, indirilən zərbə. Top qapının bir xeyli üzərinə meydan tərk edir. Anar Salmanov. Zərbədə dəqiq ola bilmədi. Mahmud Əsədli, Yadigarov. Rəqibin ayaqlar arasında topu uğurlamağı bacardı. Babayev. Babayev Sənan Abdiyev. Tək toxunuşlu ötürmələr. Babayev son anda Anar Fərzəliyev. Onlar bugün etdiyi sevlərlə komandasının çempionluğa bir adımda yaxınlaşdırdı. Bu ifadəni indi işlətdim, bəlkə də bir neçə dəqiqə sonra artıq öz səsliyini tapacaq. Təbii ki, hələ ki vaxt var. Nəticə barəsində danışmaq tezdir. Abdiyev, Səxavət. Yenə Abdiyevə çatmadı out. Onlarındır.
Avtomobil başqa gol yoxdur təbii ki. Qapıdan zərbə. Anar. Fərid Qarayev. Aslanın bir müdaxiləsi var idi. Korner. Vaxta tükənir artıq. Bu arada Qarayev kornerdə qol çevirdilər. Dörd bir oldu. Artıq qeyd etmək olar ki, TTP-ni qələbədən vaxt ayırır. İdarə təmsilçisi saatına nəzər yetirir. Yavaş-yavaş oyunun sonlarına yaxlaşırıq. Mahmud Əsədli. Arka. Aslan, nökərməsi Sənan Abdiyev. Sənani topla bir qədər elədi. Abdiyev. Azı müdaxiləsi vardı. Toğrul Nuriyev. Mahmud Əsədli. Sənani geri çəkilir. Topu qazanır. Aslan Fədəliyev. Aslan bir alta cəmlə rəqibinə yayma bacardı. Ardı gəlmədi. Torla. Təksən əxi. Bugün 6 sayılı yaxşı mübarizə aparsa da daha dəqiq zərbələrlə daha uğurlu əmlələrlə İTTP 2026 Sokar Nefqaz tikinti Tresinin daxili mini futbol turnirinin çempionu olmağa yaxındır. Fuad Baxışov. Fuadın zərbəsi Anar. Fərzəliyev. Qapısını qorumağa davam edir. Başlayabilir. Əmrah yenidən meydana qayıdır bu arada. Sənan Abdiyev. Son hamlələrdir, son cəhətlərdir. Aslan. Mane olmağa bacardılar. Abdiyev. Qayda pozulub Abdiyevə qarşı. Görüşün son zərbəsi, son epizodu ola bilər bu. Babayev Sənani buraxdı. Sənan Abdiyev canlısı diyarma mümkün olmadı. Daha bir zərbə alınmır və bu cəhətlərdə tərəfəmsi qarşılaşmanı bitirir. Sokar Nefqaz tikinti Tresi 2026 daxili mini futbol turnirinin çempionu ixtisaslaşdırılmış təmir tikinti bölümü məhz bu turnirin çempionudur. Videonun üçün üzərimizə hər iki komandanı təqdim etmək lazımdır. Təşəkkür etmək lazımdır. Və bir qədər sonra da təqdim etmə hissəsində yenidən bir yerdə olacaq. Hələlik sağlaşaq təqdim etmə hissəsində görüşərik. Bugün həqiqətən də maraqlı mübarizənin şahid olduq. Gözəl bir final oyunu izlədik. Məncə ilk öncə bir özümüzü alqışlayaq bu gözəl oyun üçün. Və təqdim etmə hissəsinə keçmədən öncə sözü vermək istəyirəm Nefqaz tikinti Tresinin müdürü Qağaməli Seyfullayevə. Alqışlarda. Onunla birgə Nefqaz tikinti Tresinin baş mühəndisi, müdür müavini Elmir Cədi Gözəlov.
Neftgaz tikinti trestinin ümumi məsələlər üzrə müdiri müavini Namiq Orucov, Neftgaz tikinti trestinin Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Qurbanov, Neftgaz tikinti trestinin Sosial İnkişaf Şöbəsinin rəisi Fariz Vahidov. Hər birini dəvət edirik. İlk öncə hər bir kəsi salamlayıram. Bugün gözəl bir final maçı idi. Bayaq aparıcımız qeyd elədi, 12 komanda içərisində yəni birinci, ikinci, üçüncü yerlərin qalibləri müəyyənləşdi. Yəni bildiyimiz kimi 5 saylı bölümlə 7 saylı bölüm arasında oyunda, yəni 5 saylı bölüm qalib gəlmişdi. Yəni 3-cü yer uğrunda. Bugün də yəni İTTB ilə 6 saylı bölüm doğrudan da gərgin mübarizə getdi. İlk öncə mən deyərdim ki, bu müstəqillik gününə həsr olmuş bu turnirdə doğrudan da çox gözəl təşkil olunub. Mən deyərdim ki, o beynəlxalq elə bir səviyyəli bir futbola baxdıq bu günləri. Bu tədbirin təşkilinə görə də mən Namiq müəllimə təşəkkürümü bildirirəm, Fariz müəllimə təşəkkürümü bildirirəm, Həmkarlar Komitəsinin sədri Əli müəllimə təşəkkürümü bildirirəm. Doğrudan da çox yüksək səviyyədə belə bir oyun keçirdiblər. Bizim zaman-zaman bu meydanda oyunlarımız olub, amma bugünkü oyun doğrudan da bir fərqli idi. Burada VAR sistemi var idi, burada video çəkiliş var, burada deməli oyunu aparan yəni bizim hakim komandası normal idi. Çox gözəl oyun oldu. Ona görə də həm 6 saylı bölümün imkanları çox oldu, həm Korroziyanın, yəni İTB-nin. Amma oyundu da, oyunda oynayanda iki komandadan biri mütləq şəkildə məğlub olmalıdır. Hər iki komandanı gözəl oyuna görə təbrik edirəm, can sağlığı arzulayıram. Və təbii ki, bugünkü qalibimiz İTB-dir. İxtisaslaşmış təmir tikinti bölümün futbolçularıdır. Sizi ürəkdən alqışlayıram, sizləri təbrik edirəm. Allah qoysa belə şükanı belə saxlayın. Yəni mən ilk gələndə sizə dedim, nə deyim o? Baleşkilik eləyəcəm. Çünki 2008-ci ildə o vaxt Sum-6, Sum-8 sayılırdı. Mən də Keyfiyyətə Nəzarət Departamentinin rəisi idim. Bizim komandanı 8-2 hesabla tutmuşdular. Ona görə də bu günləri onların cəzasını verdim. Təbriklər. Buyurun, buyurun. Mən də hamını salamlayıram. Mən də hamını salamlayıram. Hər iki komanda gözəl oynadı. Ancaq İTTB biraz güclü oynadı. Güclü də qalib gəldi. Hər ikinizi təbrik edirəm. Sağ olun. Çox sağ olun iştirakçınıza görə. Təşəkkür edirik ki, belə deyək də, bu dəvəti qəbul elədiniz. Komandalar yarandı və bugünkü gündə qaliblər var. Belə deyək, bu davamlı olmalıdır. İnşallah növbəti illərdə uğurlarınız bol olsun. Çox sağ olun. Mən də hər iki komanda salamlayıram. Onlara uğurlar. Yaxşı oyun getdi, əla oyun getdi. Biz də Həmkarlar İttifaqı Komitəsi olaraq dəstəkləyirik. Təşəkkür edirik Trestin rəhbərinə bu şəraiti yaratdığı üçün. Bir daha uğurlar. Sağ olun. Çox sağ olun. Mən bütün Tres rəhbərinə, başda Qağma müəllim olmaqla, Namiq müəllim hamısına təşəkkürümü bildirirəm. Əli müəllimə də, Həmkarlar təşkilatı bizə bu oyunun, bu çempionatın təşkilatına çox dəstək oldular. Çox sağ olsunlar. Sizə də təbrik edirəm. Mən ən çox o hakimimizə də təşəkkürümüzü bildirirəm. O səbirlə doğrudan da oyunu idarə edirdi. Aparıcımıza da təşəkkürümüzü bildiririk. Bütün o burada baxan yoldaşlara, bütün həmkarlarımıza Allah sizə can sağlığı versin ki, gəlib burada bir yerdə iştirak edirsiniz. Sağ olun. Komandaları təqdim etmədən öncə, ilk öncə istəyirəm ki, burada ən yaxşılar seçildi bu turnirdə. Onları təqdim edək. Hansı ki, final oyunda da göstərdiyi şücaətə görə və turnirin ən yaxşı qapısı adını layiq görüldü. Anar Fərzəliyev. Təbrik. Gəl bir bax burada Allah'ım görsün səni. Götür. Topu götür.
Adı kim dedin sən? İndi isə turnirin bombardirini dəvət edəcəm. 3 ailədən Kenan Emirov. Sonra kim var sizdə? İndi isə məhz turnirin 3-cü yerlərini dəvət edəcəyik. 3-cü yeri tutan komanda 5 saylı təmir quraşdırma bölümü. Bu alqışlarla onları dəvət edirik. 1-1. Hədiyələr öz təqdim edək. Verin. Hədiyələr buyurun. Bir dənə yap burası. İkinci ildir əvvəl zaten. Gözümüz başladı çəksinlər, sonra çəksinlər İndi isə keçid aldıq ikinci yeri dəvət etməyə. Hansı ki finalda da yaxşı mübarizə apardılar. İkinci yeri tutan komanda 6 saylı tikinti quraşdırma bölümü. Ve son olarak Sokar Deftkaz Tikinti Tresi'nin mini futbol turniri 2026'nın şampiyonu ihtisaslaştırılmış Təmir Tikinti bölümü.
Hey!